Hamam otağını təzələmək istəyəndə ağlımıza ilk nə gəlir? Yəqin ki, qəşəng bir kafel, modern bir çanaq və ya bəlkə də o xəyalımızdakı böyük duş başlığı. Amma bütün bu gözəlliyin arxasında dayanan, çox vaxt unudulan kiçik bir qəhrəman var. Bəli, söhbət duş trapından gedir. Həm funksionallıq, həm də dizayn üçün həyati bir elementdən. Gəlin, bu məsələnin dərinliyini enək. Qarşıdakı bir neçə dəqiqə ərzində sizi duş trapı mövzusunda əsl mütəxəssisə çevirəcək bir bələdçi hazırlamışıq. Elə indi, gəlin bu kiçik, amma çox vacib detalın əslində nə qədər böyük rol oynadığını anlamaqla başlayaq. Bu əslində biraz aldadıcı sualdır. Çünki biri olmadan o birinin heç bir mənası qalmır. Mükəmməl işləsə belə. Baxın, düzgün seçilmiş bir trap, duşunuzu sadəcə bir yuyunma yerindən sanki bir spa mərkəzinə çevirə bilər. O yöndəmsiz duş padnosları olmadan tamamilə döşəmə ilə eyni səviyyədə olan o müasir görünüşü əldə etməyin açarı məhz budur. Yaxşı, görünüş önəmlidir, amma gəlin etiraf edək, heç kim su basmış vanna otağı istəməz. Elə deyil, ona görə də indi işin ən vacib texniki tərəfinə keçirik. Diqqət etməli olduğunuz ilk və ən vacib rəqəm budur, su buraxma qabiliyyəti. Yəni, trapınız bir dəqiqədə nə qədər su axıda bilir. Əgər bu rəqəmi səhv seçsəniz, bilin ki, hamamınızda kiçik bir gölməçə sizi gözləyir. Məsələn, adi, gündəlik istifadə etdiyimiz tək başlıqlı duşlar üçün bu aralıqdakı bir trap tamamilə kifayət edir. Yox, əgər xəyalınızda o böyük, lüks, yağış effekti verən duş başlığı varsa, vəziyyət dəyişir. O zaman sizə daha güclü, daha yüksək tutumlu bir trap lazımdır. Yəni, qızıl qayda budur. Trapın gücü duşun gücünə uyğun olmalıdır. Bu qədər sadə. İndi isə qarşınızdakı ilk böyük seçimə gəldik. Nöqtəvi yoxsa xətti trap. Gəlin fərqlərə baxaq. Nöqtəvi traplar daha klassikdir, hamımız görmüşük. Amma müasir, minimalist bir dizayn istəyirsinizsə, xüsusilə də böyük kafel plitələrdən istifadə edəcəksinizsə, xətti traplar sizin üçün əla bir seçimdir. Həm də quraşdırması daha asandır. Bəli, bu detal sizin pis qoxulara qarşı qalxanınızdır. Hidravlik qapan mətbəx çanağının altındakı o U şəkilli boruya bənzəyir. İçində su qalaraq qoxunun qarşısını alır. Amma bir problem var. Duşdan uzun müddət istifadə etməyəndə o su buxarlana bilər. Quru qapansa daha müasir bir həllidir. O, hətta tam quruyanda belə mexaniki klapanın sayəsində qoxuları içəri buraxmır. Məsələn, bağ eviniz və ya qonaq otağınız üçün ideal variantdır. Deməli, texniki məsələləri həll etdik. İndi isə keçək işin ən zövqlü hissəsinə, dizayna. Trapınız necə görünməlidir? Material seçimi də çox önəmlidir. Paslanmayan palat demək olar ki, ən etibarlı və populyar seçimdir. Həm davamlıdır, həm də çox qəşəng görünür. Plastik modellər daha büdcəlidir, amma təbii ki, o qədər də uzun ömürlü deyil. Əgər premium bir görünüş axtarırsınızsa, latun əla seçimdir. Və unutmayın, üzlük də var. Mat qara, qızılı, klassik xrom. Seçim sizin zövqünüzə bağlıdır. Əsas odur ki, digər aksesuarlarla uyğun olsun. Və baxın, bu şəkillər seçimin nə qədər böyük fərq yaratdığını göstərir. Eyni trap, amma tamamilə fərqli bir aura. Solda gördüyünüz müasir mat qara rəng, sağda isə hamımızın tanıdığı klassik palat. Görürsünüz, kiçik bir detal ümumi görünüşü necə dəyişir. Əgər siz trapın ümumiyyətlə görünməsini istəmirsinizsə, bunun da bir yolu var. Bax bu, Kafel 6 deyilən modeldir. Bunun özəlliyi odur ki, trapın üst qapağının içinə döşəmədəki eyni kafeldən bir parça kəsib qoyursunuz. Nəticədə trap sanki yerdə əriyir və demək olar ki, görünməz olur. Tam minimalist bir yanaşma. İndi isə gəldik çox vacib bir məqama. Ən bahalı, ən keyfiyyətli trapı da alsanız, əgər səhv quraşdırılsa, bütün zəhmətiniz və pulunuz hədər gedəcək. Gəlin ən çox edilən və ən baha başa gələn səhvlərdən danışaq ki, siz bunları təkrarlamayasınız. Bu cümləni yadda saxlayın. Ucuz bir trapın ən bahalı tərəfi onu dəyişmək üçün lazım olan ikinci təmirdir. Ona görə də işi birinci dəfədən düzgün görmək şərtdir. Yaxşı, gəlin biraz ironiya ilə danışaq. Duşunuzu necə məhv edə bilərsiniz? 4 asan addım. Birincisi, döşəməyə heç bir meyillilik verməyin. Qoy su künclərdə yığılıb qalsın. İkincisi, hidroizolyasiyanı tamamilə unudun. Qoyun su trapın kənarından axsın. Aşağıdakı qonşunuz bu sürpriz şəlaləni çox sevəcək.
Üçüncüsü, güclü duşunuza gedib ən zəif trapı alın. Hər gün duşda üzməkdən zövq alın. Və nəhayət dördüncüsü, trapın üstünə elə bağlayın ki, bir də heç vaxt açıb təmizləyə bilməyəsiniz. Amma zarafat bir yana, əsas məsələ budur. Suyun axması üçün döşəmənin trapa doğru hər metrada 1-2 santimetr eğimli olması mütləqdir. Gəlin bir peşəkarın sözünə də qulaq asaq. Usta Nikolay deyir ki, mən tez-tez qapanı olmayan trap alanların səhvlərini düzəldirəm. Sonradan pis qoxulardan əziyyət çəkməmək üçün həmişə hansı növ qapan olduğunu yoxlayın. Bax bu, bizim də danışdığımız o vacib mexanizmdir. Yaxşı, bu qədər məlumatdan sonra gəlin hər şeyi sadələşdirək və yekunlaşdıraq. Alış-verişə gedəndə əlinizin altında olacaq qısa bir yoxlama siyahısı hazırlamışıq. Deməli, duş trapı alarkən nə etməli? 1. Duş başlıqlarınızın nə qədər su işlətdiyini hesablayın. 2. Döşəmənizin hündürlüyünü ölçün ki, trap yerləşsin. 3. Növünü seçin. Klassik dizayn üçün nöqtəvi, müasir üçün xətti. 4. Qapanı seçin. Hər gün istifadə edirsinizsə hidravlik, nadir hallarda istifadə edirsinizsə quru. 5. Materiala qərar verin. Paslanmayan polad həmişə yaxşı seçimdir. 6. Rəngini və üslubunu digər əşyalarınıza uyğunlaşdırın. Və 7. Ustanızla danışıb döşəməyə düzgün meyil verildiyindən əmin olun. Bu qaydalara əməl etsəniz seçiminizdən illərlə razı qalacaqsınız. Beləliklə, duş trapının sirlərini artıq bilirsiniz. Bu kiçik, amma vacib detal haqqında öyrəndikdən sonra bəlkə də evinizdəki digər görünməz qəhrəmanlara da fərqli bir gözlə baxacaqsınız. Elə deyilmi? Ümid edirik ki, bu izahımız sizə daha funksional və daha gözəl bir vanna otağı qurmaqda kömək edəcək.